Deməli, uşaqlar, bugün biz bərabər təcilli hərəkətin artıq suallarını yekunlaşdırmağa çalışacağıq və Salam əleykum. dərsimizdə salam əleykum, nisbi sürət və orta sürət haqqında danışacağıq. İndi isə 52-ci sualdan başlayırıq inşallah. 52-ci suala baxaq. 52-ci sualda nə deyilir bizə? Deyir ki, qrafikin hansı Qrafiklərdən hansı x bərabər 5 üstəgəlsin t üstəgəl t kvadratı tənliyi verilmiş hərəkət sürətinin proyeksiyası zamanı asılığını ifadə edir. Hansı uyğundur deyir. Siz bilirsiniz ki, deməli bu kimin sualı idi? Türkanın. Türkan, siz bilirsiniz ki, x bərabərdir x0 üstəgəlinsin v0 t üstəgəl at kvadratı bölü 2 idi. Yəni, buradakı x0'mız neçədir? 5'dir. Tək olan x0'dır. O da 5'dir. Bu nə deməkdir? Başlanğıc koordinat deməkdir. T'nin qabağındakı v0'dır. Yəni başlanğıc sürət. T'nin qabağında nə var? 1 var da görün. Yazmaya ehtiyac yox. Deməli, başlanğıc sürətimiz nədir? 1'dir. Baxın, t kvadratın qabağındakı a bölü 2'dir. Yəni təcilin yarısıdır. T kvadratın qabağında nə var? Orada da 1 var. Təcilin yarısıdırsa, onda təcil neçədir? 2'dir. Bunu təyin edə bilirik də, hə? İndi Türkan, fikir verirsən, bu başlanğıc koordinatdır. Bu öz yerində bizə sürət zaman qrafiki lazımdır. Sürəti başlanğıc olaraq 1'dir. Məsələn, bu da uyğundur, bu da uyğundur. Amma A variantını çıxarıq. Niyə ay müəllim? Çünki Türkan, A variant, sən burada görürsən ki, təcil 2'dir. Hərəkət tənliyində təcil varsa və sıfırdan fərqlisə, onda cismin nəyi dəyişib? Sürəti dəyişib deməkdir. Çünki təcil nəyi göstərir? Sürətin dəyişdiyini. Amma burada sürət dəyişməyib, sabit qalıb. Burada təcil 0 olardı, amma təcilimiz nədir? 2'dir. Onda deməli bu qrafik onu əks etdirmir. Başqa, bugün mouse olmadığına görə birazca zülüm çəkəcək. Biz dedik ki, V0 nədir? 0'dır. İndi V0, üzrlü sayın, V0'mız 1'dir. Təcilimiz 2 idi. İndi uşaqlar, V0'mız 1'dir, müsbət 1'dir. Təcilimiz də 2'dir. Hərəkət nə cürdür? Yeyinləşəndir. Amma görsən, burada 5 və hərəkət nə cürdür? Yavaşlayan göstərir V0'ı. Burada da nə cür göstərib V0'ı? V0'mız 1 idi. Burada heç bir variant uyğun gəlmədi. Hə. Yox, B variantı uyğun gəlirdi. Bunlar niyə deyil, onu çıxdaş eləyək. Hə. V0'mız burada neçədir? 4'dür, uyğun gəlmir. Burada da bərabər sürətli hərəkətdir. Bu da uyğun gəlmir. Demək ki, burada nə olacaq elə? B variantı olmuş olacaq. Çünki orada B variantında V0'mız 1'dir. V0'mız 1'dir. Təcilimiz də 2'dir. V0 da müsbət, A da müsbətsə hərəkət yeyinləşəndir. 1'dən başlayıb artacaq. Aydındır? Sonra 82, 83, 84, 85'ə baxacaq uşaqlar. 82, 83, 84, 85-ci tapşırıqlara baxırıq. Əgər ondan qabaq da sualınız olsa, yenə də səslənərsiniz. 82-ci sual. Demək olar ki, bu suallar bir çox uzun sual oldu. Siz özünüz fikir verirsiniz uşaqlar. Məsələn, bu 82-ci sual Türkanın. Türkan, de görün, bu hərəkət bərabər yeyinləşəndir, yoxsa bərabər yavaşlayan? Bu qrafik nəyin qrafikidir? Yavaşlayan. Yavaşlayan deyəndə nə başa düşürsən Türkan? Sürət artır, yoxsa azalır? Sürət getdikcə azalır. Ay, sağ ol. Onda Türkan 1, 2, 3 nöqtələrinin sürəti sənin üçün soruşulur. Sürət get-gedə azaldığına görə ən böyük sürət V1-də, sonra V2-də, sonra V3-də olması lazım deyilmi? Bəli. Burada demək ki, V1 böyükdür V2-dən, o da böyükdür nədən? V3-dən deməmiz lazımdır. V1, bu da A variantına uyğun gəlir. Sonra 83-cü çalışmaya baxaq. 83-cü çalışmada isə Türkan, fikir verirsən, bu nə cür hərəkətdir? Yeyinləşən. İndi burada nə deyə bilərsən? Burada sürət getdikcə artır. Yəni, indi hansı variant olar? 3-ün sürəti daha böyükdür. Ay, sağ ol. A 2-dən, o da variantı. böyükdür 1-dən. A variantı olmuş olacaq. 84 Nərminin sualıdır. Baxaq 84-də Nərmin. Nərmin, fikir verirsən, məsələn, bu qrafikə baxanda biz nələri bilirik?
Sən görürsən ki, burada gedilən yollar verilib. Məsələn, S1 100-dür, S2-miz getdiyi yol 50-dir. Bizdən V01-in V02-yə nisbəti soruşulur. Siz bilməlisiniz ki, uşaqlar, belə qrafikdə ən təpə nöqtədə və bu nöqtədə son sürət sıfırdır. Həm bu üçün, həm də bu üçün. Niyə ay müəllim? Çünki bu yavaşlayan hərəkətin qrafikidir. Bax, bu hissə, bu birinci hissəsi yavaşlayandır. Yavaşlayır, yavaşlayır. Bu təpə nöqtədə sonuncu sürət sıfır olur. Sonra bax, bu hissəni sıfıra qoysaq, baxın, görürsünüz, nə etməyə başladı? Yeyinləşməyə. Bu hissəni gətirib başlanğıcını, koordinat başlanğıcından çəksəz, bax, buranı. Yeyinləşən. Yəni, sürəti yavaşladı. Bu sonuncu sürəti sıfırdır və ondan sonra nə etməyə başladı? Yeyinləşməyə başladı. Dolayısıyla, uşaqlar, dolayısıyla. İndi burada biz bunu deyə bilərikmi? Burada bizim fikir verirsiniz, nələr verilibdir? Bərabər təcilli hərəkət anlayışı verilib. V0-dır. V0 nisbətləri soruşulur, S verilib. Bütün bunları nəzərə alsaq, bizim istifadə edəcəyimiz ən ideal düsturlardan biri də nədir? S bərabərdir, məsəl üçün, V0T üstəgəlsin AT kvadratı bölü 2 düsturumuz. Və yaxud da ki, gəlin, daha doğrusu elə V üstəgəl V0 bölü 2 vur T düsturumuz. Bax, burada hər iki nöqtə üçün T-ni eyni götürsək, son sürətin də 0 olduğunu nəzərə alsaq, nə qalır S üçün düsturumuz? V0 T bölü 2. Fikir verirsiniz, burada S ilə V0 arasında nə kimi münasibət var? Düz aslılıq var. Siz görürsünüz ki, S-lə, yəni yerdəyişmə ilə V0 bir-biri ilə nə cür asılıdır? Düz mütənasib asılıdır. Onda V01-in V02-yə nisbəti elə nəyə bərabərdir? S1-in S2-yə nisbətinə bərabərdir. Yenə deyirəm, niyə? Çünki burada V0 ilə S arasında nə cür asılılıq var? Düz mütənasib asılılıq var. İndi şagirdlər, siz burada nə edəsiniz? S1-in yerinə 100 yazasınız, S2-nin də yerinə nə yazasınız? 50 yazasınız. Nisbəti neçə alasınız? 2 alasınız. Aydındır? Aydındır uşaqlar. Bəli. Deməli belə. Aha. İndi davam edək. Sonra neçinci sualdır? Deməli 85 də eyni şəkildə. Eyni düsturdan istifadə etsəz, görərsiniz ki, A-nın da S ilə düz asılığı var. Yəni, S bərabərdir V0T üstəgəl AT kvadrat bölü 2 düsturunda. Sürətlə yerdəyişmə, üzrlü sayın, təcillə yerdəyişmə arasında eyni düz asılığı görərsiniz. Ona görə A1 böl A2 üçün də elə S1 böl S2-ni görərsiniz. Bu nöqtədə son sürəti 0 qəbul edildikdən sonra. Hə, onda yerinə qoyub nə edə bilərsiniz? Hesablaya bilərsiniz. İndi uşaqlar, sonra 100 deməli 5, 105-dən əvvəl nə var? 88. 88. 88 qəbul sual olub. Gəlin baxaq. Deyir ki, hansı halda yol yerdəyişmədən böyükdür? Bu hallardan, bu 5 variantından hansında yol yerdəyişmədən böyükdür? Bizdən bu soruşulur. Bəs biz bunu nə cür təyin edəcəyik? Əslində biz ilk dərslərdə yol yerdəyişmə və onun arasındakı münasibətləri öyrənmişik. Nə cür idi müəllim o münasibətlər? Bax biz demişdik ki, düz xətt boyunca baş verən hərəkətdə yol da, yerdəyişmə də bir-birinə bərabərdir. Düz xəttli bərabər sürətli hərəkətdə yol yerdəyişməyə bərabərdir. Amma biz demişdik ki, əyri xəttli hərəkətdə əlbəttə ki, gedilən yol yerdəyişmədən böyükdür. Yenə deyirəm, düz xəttli hərəkətdə yol yerdəyişməyə bərabər, əyri xəttli hərəkətdə isə yol yerdəyişmədən böyükdür. İndi deyir ki, harda yol yerdəyişmədən böyükdür? Əlbəttə ki, ilk ağlımıza bu gəlir ki, yol yerdəyişmədən böyük olması üçün hərəkətin nə cür olması lazımdır? Əyri xəttli olması lazımdır. Məsələn, biz buradan xəttin əyildiyini, yəni trayektoriyanın formasının əyri xəttli olduğunu nə cür təyin edə bilərik müəllim? Axı burada sürət zaman qrafikləridir. Burada koordinat və yaxud da yerdəyişmə demir ki, biz xəttin əyildiyini, əyri xəttli getdiyini bilək. Ən azından bu anlayışı siz öyrənmisiniz. Bu anlayış nə anlayışdır? X oxudu, uşaqlar, X oxudu. Bu cismin başlanğıc koordinatıdır. Deyək,
Siz bilirsiniz ki, cisim x oxu istiqamətində gedəndə sürəti müsbət, cisim x oxunun əksinə gedəndə sürəti mənfi götürürük. Elə deyil? Bax, məsəl üçün, belə gedir, gedir, gedir. Birdən döndü, dönmədiyin hardan bilərik? Sürət mənfi olsa, deməli, artıq düz xətt boyunca getməyib də. Bax, fikir verirsiniz, düz xətt boyunca getsə, V nə olmalıdır? Ancaq müsbət olmalıdır və yaxud da ki, x oxunun əksinə düz xəttli getsə, V ancaq nə olmalıdır? Mənfi olmalıdır. Məsələn, fikir verirsiniz A variantında burada sürət müsbət olub, burada da müsbət olub. Burada artıb, burada bərabər sürətli olub. Sürət müsbət də ancaq hansı istiqamətdə gedir? X oxu istiqamətində. Burada da sürət nə cürdür şagirdlər? Ancaq mənfidir. Mənfidədir, mənfidədir. Hansı istiqamətdə gedir? X oxunun bu istiqamətdədir. Məsələn, x oxunun əksinə. Burada görürsünüz, burada da sürət mənfidir, yenə də sürət mənfidir. Yenə də hansı istiqamətdə gedir? Deyək ki, x oxu belədirsə, x oxunun nəyinə gedir? Əksinə. Bax, burada da sürət müsbətdir, burada da sürət müsbətdir. Onda nə baş verir? X oxu istiqamətində gedir. Yəni, əyri xətli olmayıb bu A, B, C, D variantlarında. Amma burada baxın uşaqlar, burada sürət mənfidir, bu hissədə sürət müsbətdir. Mənfi o deməkdir ki, cisim əvvəlcə x oxunun əksinə gedib, sonra müəyyən bir zamandan sonra sürət müsbət olub, yəni x oxu istiqamətində gedir. Yəni burada nə cür hərəkət baş verib? Y variantında əyri xətli hərəkət baş verib. Və biz nə dedik? Əyri xətli hərəkətdə yol nədir şagirdlər? Yer dəyişmədən böyükdür. Ona görə Y variantı olmuş olacaq düzgün cavab. Başa düşdük uşaqlar? Bəli, müəllim. Tamam müəllim. Əla. Bax, 89 da şagirdlər eyni şəkildə. Onsuz da bu testlərə baxanda birinin fərqli olduğunu görürsünüz. Görürsünüz ki, burada sürət ancaq mənfidir. Müəllim, hardan bilirsiniz ki, burada sürət ancaq mənfidir? T-dən aşağıdadır da və yaxud da sıfırdır, özünüz bilirsiniz də oxu, burası mənfi istiqamət. Burada sürət ancaq müsbətdir. Hardan bilirsiniz? Sıfırdan yuxarıdadır. Ancaq müsbət deməli, ancaq x oxu istiqamətində gedir. Burada sürət nədir uşaqlar? Ancaq mənfidir, x oxunun əksinə gedir. Burada sürət ancaq müsbətdir, x oxu istiqamət. Amma burada sürət əvvəl müsbətdir, x oxu istiqamətində gedir, sonra da mənfidir, x oxunun əksinə gedir. Deməli, əyilib də əyri xətli hərəkət edib. Yəni, gedib müsbətə, sonra x oxunun əksinə dönüb. Xətt düz xətt olmayıb. Dönmə baş verir. Əyri xətli hərəkətdə də yol yer dəyişmədən nədir şagirdlər? Böyükdür. 88-ci sual. 88-dən sonra nə var? Deməli, 102. 102-dən baxım, əvvəl varmı? Xeyr, yoxdur. 102-ci suala baxırıq. 102. Baxalım nədir? 10 saniyə yer dəyişməsini hesablayın. Yenə deyirəm, bax, elə bir dəqiqə dediyimiz bir məqamdır. Deməli, bunu biraz böyüdək. 10 saniyə ərzində bizdən nə soruşur? Yer dəyişməsini soruşur. 10 saniyə ərzində yer dəyişməsini bizdən soruşur. Şagirdlər, biz belə bir qızıl qayda keçmişik ki, demişik ki, əgər yuxarıda sürət, aşağıda zaman qrafiki verilsə, yəni sürətin zaman hansı qrafiki verilsə, onda S yolu tapmaq üçün qrafiklə T ox arasında qalan fiqurun sahəsini tapmalıyıq. Bu məntiqlə siz burada yolu tapmaq üçün bir bu fiqurun sahəsini hesablamalısınız, bir də uşaqlar bu fiqurun sahəsini hesablamalısınız. Yəni, bu iki fiqurun sahəsinin yekun cəmi gedilən yolu verir. Amma bizdə yolu yox, yer dəyişməsini hesablamağımız istənir. Bu S1-dir, bu da ki S2-dir. Bu S1-i tapsaq, düzbucaqlı, üçbucaqda gedilən yolu tapmaq üçün 2-də 1 vur, oturacaq nədir uşaqlar? 5. Hündürlük nə qədərdir? 10-dur. 2-də 1 AH düsturuna görə. Üzrlü sayın 6-dır. O da nə olacaq? Deməli, 3 vur 5, 15. Eyni şəkildə hesablasaz 2-də 1 oturacaq, yəni A, məsələn, 5-lə 10 arası. Nə olacaq? 5 vur, hündürlükdəki 6 olsun. Yəni, neçə olacaq? 15. Bir dənə bir məqam var uşaqlar. Görürsünüz ki, burada sürət nə cürdür? Müsbət. Yenə də baxın, bura sürət oxudur. Sürət müsbətdir. Burada sürət nə cürdür? Mənfidir. Siz artıq bunu yadınızda saxlayın ki, sürət müsbət olanda cisim x oxu istiqamətində, sürət mənfi olanda isə x oxunun əksinə gedir. Siz fikir verirsiniz, burada getdiyi yol 15-dir. 15 metr x oxu istiqamətində gedir. Sonra da burada isə getdiyi yol yenə də 15-dir. 15 metr isə x oxunun əksinə gedir. Yəni, cisim başladığı nöqtəyə geri dönmüş olur.
onda yer dəyişməsi nə olacaq uşaqlar? 0 olmuş olacaq. Başladığı nöqtəyə geri dönürsə, onun yer dəyişməsi nə olacaq? 0 olmuş olacaq. Yəni deyirəm sizə aydın deyilsə izah edə bilərəm təkrar və SS götürməyi də unutmayın. Müəllim bir də izah eləyərsə zəhmət olmasa. Tamerlan sən idin ata? Bəli, müəllim, mən idim. Bax Tamerlan ata. Sən burasını yadında saxla ki, bizə sürətin zamandan asılı qrafiki veriləndə yolu tapmaq üçün qrafiklə teox arasında qalan fiqurun sahəsini tapmalıyıq. Müəllim, burada qrafik nədir deyə bilərsən? Bax Tamerlan, burada qrafik dediyimiz budur, bax. Buradan gəlib belə. Bu qrafikimizdir. Qırmızı oxla işarələdir. Teoxu hansıdır müəllim? Teoxu isə Tamerlan budur. Bax, budur. Deməli, bax, qırmızı ilə bu yaşıl arasındakı bu sahə deyəndə bu bir sarı hissə, bir də bu hissəni tapmalıyıq. Sən buradakı bu düzbucaqlı üçbucağın sahəsini hesablamaq üçün həndəsədən inşallah keçərsən, bəlkə də keçmisən, 2-də Bir 1 ağac. AH düsturumuz var. Bunu hesabladıq 15 oldu, bunu da hesabladıq 15 oldu. Başa düşdün burasını niyə hesabladıq? Bəli, müəllim, bəli, onlar. Ümumi gedilən yol səndən soruşulsaydı nə qədər yol getdi? Nə deyərdin? 30. 15 metr x oxu istiqamətində gedib, 15 metr də x oxunun əksinə gedib. Ümumi gedilən yol nə qədərdir? 30 metrdir. Bəs müəllim hardan bildiniz x oxu istiqamətində gedib? Sən görürsən ki, burası sürət oxudur. Burada sürət nə cür qiymət alıb? Müsbət. Müsbət olanda x oxu istiqamətində. Burada nə cür qiymət alıb? Mənfi. Mənfi olanda isə x oxunun əksinə gedir. Bax, burada sürət müsbət olub 15 metr x oxu boyunca gedib. Burada da sürət mənfi olub 15 metri də x oxunun əksinə gedib. Sən indi 15 sağa gedib 15 yenə də sola getsən, nə edərsən? Başladığın nöqtəyə geri dönərsən. Yer dəyişmən nə olar? 0 olar. Yol amma heç vaxt 0 olmur. Burada gedilən yolu sorsalar 30 metr bulub deyir. Başa düşürsən Tamila? Aydındır. Sağ ol. Əla. Hə, indi uşaqlar növbəti suala baxaq. Bu 102-ci sual idi. 102-dən sonra 105-ci sual var. Baxaq 105-ci sual nədir? 105-ci sualda uşaqlar fikir verirsiniz bu kimin sualıdır? Deməli, Nərminin sualıdır. Nərmin, eşidirsən məni? Bəli. Bax, Nərmin, indi sən mənə kömək elə. Biz sürətinə görə neçə cür hərəkət keçmişik? Neçə cür hərəkət var sürətinə görə? 2 cür hərəkət var da. Bərabər sürətli hərəkət, bir də dəyişən sürətli hərəkət. Razıyıq? Bəli. Dəyişən sürətli hərəkət. Nərmin, sürət dəyişəndə nə yaranırdı? Nərmin, sürət dəyişəndə nə yaranırdı? Mən təcil. Təcil yaranırdı. Təcillə görə neçə cür hərəkət var? Mən 2 cür. Nədir? Sabit, bir də sabit. Aha. Biz demişdik ki, sabit olmayan haqqında çox da danışmayacaq da. Bərabər təcilinin də 2 növü var demişdik, xatırlayırsan. Nə idi o? Bərabər təcil hərəkətində 2 növ var idi. Bərabər yeyinləşən, bir Bərabər də yavaşlayan. bərabər yavaşayan. Razıyıq? Ha, bu bərabər yeyinləşənlə bərabər yavaşayan biz hansı hərəkətin növü idi deyirik? Bərabər təcilli hərəkətin növü idi deyirik. İndi Nərmin, bu məntiqlə bu nə cür hərəkət qrafikidir? Bərabər sürətlidir yoxsa nədir? Bu qrafik nəyin qrafikidir? Nədir? Bərabər yeyinləşən. Aysel. Bərabər yeyinləşəndir. Bərabər yeyinləşən hərəkət isə hansı hərəkətin növüdür? Bərabər təcilli hərəkətin növüdürmü Nərmin? Bəli. Bərabər təcil deyiriksə burada onda hansı variant olması lazımdır? B variant. Aydındır? Bəli. Çünki yenə deyirəm burada bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkət bərabər təcilli hərəkətin növü olduğuna görə burada hansı variant olacaq? B variantı olmuş olacaq. Sonra 105, sonra 106. Bax, bərabər təcilli hərəkətdir də.
Cisimlərin təcilləri modulları arasındakı hansı münasibət doğrudur? Fikir verirsən, A və B cisimləri sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayaraq O nöqtəsinə eyni zaman müddətində gəlir. Bax, bu O nöqtəsinə eyni zaman müddətində gəlir. Bunun gəldiyi A, bu A'dan başlayır, hərəkət edir. Bunun gəldiyi məsafə 8 metrdir. Bunun gəldiyi məsafə isə neçə metrdir? 4 metrdir. Bax, bir daha deyirəm. Deməli, biri A nöqtəsinə hərəkətə başlayır, O'ya doğru gəlir. Biri də B nöqtəsinə hərəkətə başlayıb O'ya doğru gəlir. Yəni, bunun gəldiyi yol S1-imiz 8 metr, bunun isə gəldiyi yol S2-imiz neçə metrdir? 4 metr. Deyir ki, bəs bunların təcilləri arasında hansı münasibət doğrudur? Axı, bunlar eyni zaman müddətində gəlir. Belə çıxır ki, eyni zaman müddətində biri 4 metr, biri də 8 metr gəlibsə, bunun sürətinin dəyişməsi bundan çox olub ki, daha çox məsafəni 8 metr qət edə bilib də, hətta onun 2 qatı. Demək ki, bunun sürəti bundan neçə dəfə çox dəyişib? 2 dəfə. Yəni, A nöqtəsinin təcili B nöqtəsinin təcilindən nədir uşaqlar? 2 dəfə böyükdür. Ki, sürəti 2 dəfə çox dəyişib ki, o 8 metr yol gedib. B isə eyni zaman müddətində 4 metr yol gedib. Aydındır? Bəli. Bəli, müəllim. Ay, tənin idi deyəsən, səhv bilmirəmsə. Deməli, Aylinin. Hə. İndi 119-cu sual. 819-cu sual. Hərəkət tənliyi verilib bu şəkildə. Deyir cismin sürətini. Artıq siz bilirsiniz ki, x bərabərdir x0 üstəgəlsin v0 t üstəgəl at kvadratı bölü 2-dir və hardasa x bərabərdir 10 üstəgəlsin 2t çıx t kvadratı verilibsə, biz burada bilməmiz lazımdır ki, x0'mız nədir? 10'dur. v0'mız nədir? 2'dir. A'mız nədir bəs? Baxın, burada nədir? T kvadrat, mənfi T kvadrat. A'mız neçə olacaq buradan? Mənfi 2 olacaq. Yenə deyirəm, x0'mız 10, v0'mız 2, A'mız da nədir uşaqlar? Mənfi 2'dir deyəcək. İndi bizim üçün nə soruşur? Sürət zaman qrafiki. Başlanğıc sürət nədir uşaqlar? 2'dir. Burada başlanğıc sürət neçədir? 10'dur, olmaz. Burada başlanğıc sürət mənfi 2'dir, olmaz. Burada 2'dir, amma nə cürdür? Bərabər sürətlidir, amma burada təcil var. Təcil varsa, mənfi 2-dirsə, sürət bərabər qala bilməz. D variantı da olmaz. C variantına baxaq. Bir də o boyda yol gedəcək bir variant. C variantı mənfi 2'dir, amma başlanğıc sürətimiz 2 idi və təcil də belə deyək də var deyə sürət sabit qala bilməz, dəyişməsi lazımdır. Belə çıxır ki, fikir verirsiniz uşaqlar. Başlanğıc sürəti 2, təcil mənfi 2 olduğuna görə hərəkət yavaşayandır və C variantıdır. Aydındır? Belə. Sonra 119 dedik, 125. 125-ci sual. Aha, güllə tapanca məsələsi. Çox diqqətlə qulaq asın. İndi güllə tapanca məsələsi haqqında danışaq. Baxın, bu vəziyyətdə yox. Burada indi dəyişiklik eləyiblər keçən il bu testlər. Burada yarısındaydı. O qəbula düşmüşdü. Çox uzun illər öncənin sualı olub. İndi gəlin, baxaq görün burada nə var. Tapanca məsələsidir. Bir dənə balaca bir tapanca çəkməyə çalışaq ki, görəsən tam başa düşək. Belə bir tapancamız var şagirdlər. Belə bir tapancamız var. Burada bunun tətiyi olsun uşaqlar. Siz bilirsiniz ki, deməli, burada bir dənə daraq olur. Gəlin, darağı da çəkək. Burada belə bir daraq olur.
və güllələr tapancanın içərisində, həmin o darağın içərisində olur və güllələr burada sükunətdə olur. Yəni darağın içərisində hərəkətdə deyil, əlbəttə ki, başlanğıc sürəti də sıfırdır. Dedik ki, güllə tapancadan çıxanda sürəti 280 olur. Ha, o çıxış anında bunun sürəti olub 280. 280. Deyir ki, bəs lülənin uzunluğunun, lülə bu hissəsi də, bu güllənin hərəkət elədiyi bu hissə lülədir. Lülənin uzunluğunun, məsələn, lülənin ümumi uzunluğu bir S ilə işarə edir. Lülənin uzunluğunun ilk 1/4-ni qət etdikdə, təxminən 1/4 bura düşəcəkdə hardasın? Deyir 1/4-ni qət etdikdə, yəni buradan bura kimi məsafə nə olacaq? S/4 olacaq. 1/4 olacaq. 1/4-ni qət etdikdə bəs sürətin nə olub? Yəni 1/4-indəki o nəyi tapacaq? Biz uşaqlar orada sürəti təyin edəcəyik. İndi müəllim, bəs buradakı bu sürəti biz nə cür təyin eləyərik? Şagirdlər, biz bu sürəti təyin etmək üçün birinci bu başlanğıc sürəti 0 götürdük. Buradakı sürəti V1, buradakı sürəti isə V2 ilə işarə edirik. Baxın, ikinci sürət çıxış anındakı sürət bəllidir 280. Bizə lülənin 1/4-indəki o sürəti soruşulur. O lazımdır. Bəs onu müəllim nə cür təyin edərik? Həmin o sürəti təyin etmək üçün şagirdlər, həmin o sürəti təyin etmək üçün belə bir qızıl qayda sizə keçirəcəm. Nədir? Bir kəmiyyət verilib, o biri soruşanda adətən o iki kəmiyyətin nisbətini yaza bilərsiniz. Məsələn, A1 verilib, A2 soruşanda A1 bölü A2 yazın. B1 verilib, B2 soruşanda B1 bölü B2 yazın. Və yaxud da B2 verilib, B1 soruşanda yenə də B1 bölü B2 yaza bilərsiniz. Və yaxud da B2 bölü B1 fərqi yoxdur. Yəni, D1 verilib, D2 soruşulur. Sən nə yazacaqsan? D1 bölü D2. İndi V2 verilib, V1 soruşulur. Sən nə yaza bilərsən? V1 bölü V2. Yazandan sonra verilənlərə baxırsan ki, bu V üçün düsturlar çoxdur axı, hansından istifadə edəcəksən? Məsələn, verilənlərə baxaq. Bərabər təcillidir sözü verilib, yəni A konstdur. S verilib, burada ikincinin getdiyi yol bu qədərdir. Birincinin getdiyi yol S-in 1/4-idir. V0 verilib. Bütün bunları nəzərə alsaq, sizin istifadə edəcəyiniz ideal düstur, yəni çünki sürət üçün V kvadratı çıxılsın V0-ın kvadratı bölü 2A düsturudur. Yenə deyirəm, niyə? Çünki burada təcil var. V0 var. V var. S var. Varsa, buradan sürəti tapmaq üçün fikir verirsiniz, başlanğıc sürəti 0 götürsək, onda nə qalacaq? V kvadratı bölü 2A. Bu 2A-nı çarpaz S-ə vursaq, V kvadratı bərabər olur nəyə? 2A S-ə. Kvadratı silsək buradan, sağ tərəfi nə edərik? Kök altına alarıq. Nə olar? V bərabərdir 2AS almış olarıq. Yenə deyirəm, sürət nəyə bərabərdir? Kök altda 2AS-ə bərabərdir deyəcək. İndi şagirdlər, sürət üçün belə düstur alandan sonra gətirib bura yazarıq ki, 2A1S1, bax V1 üçün yazdıq. 2A2S2, V2 üçün yazdıq. Eyni dərəcədən kök olduğuna görə bir kök altda alıram. Digər tərəfdən bərabər təcilli hərəkətdir. Yəni burada A1 A2-yə bərabərdir. Ki A1 A2-ni ixtisar getsəm S1 bölü S2 qalacaq. S1-imiz nədir şagirdlər? V1 bu olanda S1-imiz nə olub? S1-imiz ümumi S-in 1/4 olub da. Yəni S bölü 4 olub. V2 bu olanda S2-imiz də nə olub? S olub. S1-in yerinə S bölü 4, S2-nin yerinə də S qoyanda, sonra bu kəsrə böləndə siz bilirsiniz ki, surət olduğu kimi saxlanılır. S bölü 4-ü öz yerində saxlayırıq. S-i isə tərsinə vururuq 1 bölü S kimi. İxtisarlarımızı apararıq. 4/1 kök altdan neçə çıxar? 2/1 çıxar. Kök altdan 2/1 çıxar. Bizdə nə verilmişdi şagirdlər? Baxın, ikinci sürət bəlli idi. Nəyi soruşurdu? Birinci sürəti, yəni 4/1-indəki sürəti. İkinci sürət bəlli idi, bizdən soruşulan V1 idi. Və V1-i də tapmaq üçün V1 bölü V2 2/1-ə bərabərdir. V2-ni çarpaz bura vurarıq. Onda V1 nəyə bərabər olacaq? V1 V2-ni çarpaz 1-ə vuranda V2 bölü 2-yə. V2-miz nə qədər idi? 280. Onda V1 nə alarıq? 280 bölü 2, yəni 140-a bərabər olmuş olacaq. Bu nəyə bərabər olmuş olacaq?
140-a bərabər olmuş olacaq. Baxın, yenə deyirəm. Diqqətlə qulaq asın, təkrar izah edəcəm. Situasiya budur. Birinci situasiyanın həllindən əvvəl situasiyanı başa düşün ki, vəziyyət nədir? Deməli, daraqda güllə var, tətiyi çəkirlər, çıxanda güllənin sürəti 280 olur. İndi soruşur ki, lüləyin uzunluğu ümumi S olsa, yəni buradan çıxıb sükunətdən başlayıb yeniləşən hərəkət edib çıxış anındakı sürəti 280 olub da. Bəs 1/4-ni gedəndə sürəti nə olub? Demək ki, 1/4-də sürət 140 olub artıq. 1/4-də sürət nə olub? Onu tapın deyir. Yəni ümumi gedilən S-in 1/4-də sürət nə olub onu tapacaq. İndi sürəti tapmaq üçün çox düstur var. Bəs əlimizdə olanlar nədir? Bərabər təcilli olması, çıxış anındakı sürətin 280 olması, sükunət, daraqda sükunətli olması və s. Bütün bunları nəzərə alsaq, bizə ən ideal lazım olan düstur V kvadrat çıxılsın V kvadrat bölü 2A düsturudur. Nə üçün ayırmalıyım? S-in bu düsturları da var da. Gəlin şagirdlər baxın. Məsələn, S üçün bu düstur da var. V0T üstəgəl AT kvadratı bölü 2. Tamam, lap bunu yazdım. Axı burada sürət yoxdur. Bizə də sürət lazımdır axı. Bizdən sürət soruşulur. Və yaxud da ki, bu düsturda V üstəgəl V0 bölü 2 vur T düsturunu yazsam. Hə, tamam, burada sürət var mənim. Bəs problem nədir? T-nin olmaması. Axı burada T-dən söhbət getmir. Tamam, sürəti buradan tapdım. Bəs T-ni nə edəcəksən? Onun yerinə nə yazacaqsan? Bax, ona görə bu iki düstur burada bizim işimizə yaramır. Nə düsturu yayırıyıq? V kvadrat çıxılsın V kvadrat bölü 2A düsturu. Hə, buradan bizə lazım olan sürəti tapanda, başlanğıc sürəti sıfır eləyəndə V kvadrat bölü 2A qalır. 2A-nı da buna 1-də S kimi baxsaq, 2A-nı çarpaz S-ə vursaq, 1 vur V kvadratı. V kvadratı bərabərdir 2A-yı salır. Kvadrat silib sağ tərəf kök altına atarıq. Kök altda 2A şəklində almış olarıq. İndi V1, V2 üçün 2A1, S1 kök altında, V2 üçün də 2A2, S2 yazarıq. Yenə deyirəm, bərabər təcilli olduğuna görə 2A-lar ixtisar gedəcək. S1 bölü S2 qalacaq. Birincinin getdiyi yol S-in 4-də 1-idir. İkincinin getdiyi yol isə ümumi S-dir. S bölü 4, burada da S1 üçün S bölü 4, S2 üçün S yazdıq. S bölü 4-də olduğu kimi saxladıq. S-i isə tərs Yəni 5 bölü 4-ü hərdən tapdınız? Atam burada deyir, ilk 4-də 1-ini qət etdikdə. Yəni Qət eləyəndəki sürəti soruşur zaten. 4-də 1-ində sürət nə qədərdir, o soruşur. S1 4-də 1 S-dir, S2 isə 280 olanda ümumi lüləyin uzunluğu qədər məsafə qət edib. S bölü 4 vursun 1 bölü S. S-lər ixtisar gedəcək oradan. 4-də 1 qalacaq. O da 2-də 1-ə bərabərdir. Hə, V1 bölü V2 2-də 1 alırıq. V2-nin yerinə 280 yazanda V1, V2 vur 1 bölü 2-yə. Yəni 280 bölü 2-yə. Yəni 140-a bərabər. Mən bunu ikinci dəfədə sizin üçün onlaynda izah etmiş oldum. Nərmin, başa düşdün? Bəli, Türkan, başa düşdün? müəllim. Aylin, sən başa düşdün? Amma xahiş edirəm Bəli. düzgün deyil. Hə, indi uşaqlar, Bəli. siz onlayndan sonra yazarsınız. Elə onlayndan sonra yazın. Bunu skrinləyin. Çünki sonra yazsaz çox şey yadınızdan çıxacaq. Onlayndan sonra yazın. Əgər bilməsəz, elə sizin üçün ayırdığım qrupa yazın ki, müəllim, mən onu yaza bilmirəm. Yazın, baxın, yazın. Axır bu testi tətbiq etməyi bacarın. Yavaş-yavaş qaydasına düşəcək. Birdən-birə öyrənmək olmur da. Bu yavaş-yavaş qaydasına düşən bir məsələdir. 125-ci çalışmanı yazdıq. İndi 119-a baxdıq biz. 147, 134. 134-cü çalışmaya baxırıq. 134 kimin çalışmasıdır? Nərminin çalışmasıdır. Nərmin, heç kəs danışmasın. Nə deyə bilərsən? Bu çalışmanı başa düşdün, təcili soruşur. Burada bərabər yeşil olduğu üçün yəni C variantı olacaq. Ay sağ ol. Başa düşdük də artıq bunu izah elədik. 134-də. Sonra 147-yə baxırıq. 147-ci sualı vermişsiniz. Digər şagirdlər onsuz da əyanidə gələcəklər, suallarını verəcəklər.
Yenə də olsun dinləsinlər. 147-ci sual. 147-ci sualda bizdə təcilin zamanlararası qrafikini soruşur. Qrafik iki hissədən ibarətdir. Bir bu hissədən ibarətdir. Bir bu hissədən. Bir də bu hissədən ibarətdir. Bu 147 kimin sualıdır? Deməli, Türkanındır. Türkan, fikir versən bu hissədə qrafik x-in t-dən asılığı düz xətt. Düz xətt isə hərəkət nə cürdür? Bərabər sürətli. Yəni konst. Sürət sabit olanda təcil nə olur? 0. Çünki biz dəfələrlə demişik ki, sürətin dəyişməsi lazımdır ki, təcil yaransın. Burada deməli bərabər sürətli hərəkətsə təcili nə götürəcək? 0-da. Onda A-nın T-dən asılı qrafikini çəksək, başlanğıcda nədə götürərik? 0-da götürmüş olarıq. Razıyıq? Bu hissəyə baxın şagirdlər. Bu hissəyə baxın. Bu hissədə nə cür hərəkətdir? Bərabər yeyinləşən. Hansı istiqamətdə hərəkətdir? X oxu. X oxu istiqamətdədirsə V müsbətdir. Yeyinləşənsə A da müsbətdir. A müsbətsə onda qrafik harda olması lazımdır? Burada olması lazım. Yenə deyirəm, bura düz xətt olduğuna görə bərabər sürətlidir və bərabər sürətli olduğuna görə təcil 0. Amma bəs burada müəllim, burada görürsünüz ki, şagird bərabər yeyinləşəndir, özü də hansı istiqamətdə? X oxu. Hardan bilirsin mənim X oxu istiqamətindədir? Görürsünüz də bura X oxudur, buradakı o istiqamətdə gedir. X oxu istiqamətdə isə V müsbətdir. V müsbətdir və hərəkət yeyinləşənsə A da müsbətdir. Çünki yeyinləşəndə hər ikisi də müsbət olur. A müsbətsə, indi A-nı da hansı tərəfdə çəkməm lazımdır? Müsbət hissədə çəkməm lazım. Bu belə. Ümid edirəm aydındır. 147, 160 və 64-cü çalışma qaldı. Yüz 60-cı çalışmaya gəlirik uşaqlar. Sürətin modulunun zamandan asılı cədvəli verilmişdir. Bu cismin 3 saniyə ərzində neçə metr yol getdiyini təyin edildir. Gəlin təyin edək. Baxaq əlimizdə verilənlər nədir? Bu cisim ilk 3 saniyədə getdiyi yolu. Başlanğıc anda, yəni zaman başlanğıc anında, T0 anında sürət nəyə bərabər olur? Yəni V0-ımız nəyə bərabər olur? 6-ya. 6-ya. Yəni V0-ımızı onda burada nə götürəcəyik? 6. Başlanğıc anda T0 0 olanda 6-dır. Məsələn, zaman T-miz 4 olanda sürətimiz neçə olub? Sonuncu sürətimiz 14. Hə, indi bizdən nə deyir? İlk 3 saniyə müddətində neçə metr yol getdiyi bizdən soruşulur. Deyir ki, ilk 3 saniyə müddətində. İlk 3 saniyə müddətində deyirsə, gəlin elə burada 3-cü saniyə kimi olan hissə ilə gedək. Məsələn, ilk 3 saniyə deyirsə, yəni T 3 saniyəyə bərabər olanda sürəti də neçə olub? 12. Yəni buna yox, biz yuxarıdakı sürəti neçə götürəcəyik? O nöqtə üçün 12 götürəcəyik. İndi şagirdlər, sürət deyək ki 12-dir, zaman 3-dür, elə bizdən ilk 3 saniyə boyunca neçə metr getdiyi soruşulur. Neçə metr getdiyi soruşulursa, uşaqlar, görürsünüz sürət 6 olub, 8 olub, 10 olub, 12 olub. Hərəkət nə cür hərəkətdir? Bərabər yeyinləşən, get-gedə nə olub sürət? Artıb. Zaman ilk 3 saniyə zaman müddətində neçə metr yol getdiyini təyin etmək üçün yolun düsturları var. Məsəl üçün, V0T üstəgəl AT kvadratı bölü 2 və yaxud da V kvadratı çıxılsın V0-ın kvadratı bölü 2A. Bu iki düsturdan yolu tapmaq üçün siz əvvəlcə nəyi tapmalısınız? V0-vız var 6, T-viz var 3, T-viz var 3. Nə çatışmır? A və yaxud da burada V-viz var 12, son sürətimiz. V0-vız var nə? 6. Nə çatışmır yenə A? Ya təcili tapmanız lazımdır. Bəs müəllim, mən buradan təcili nə cür tapa bilərəm? Təcili tapa bilmək üçün şagird V bərabərdir V0 üstü gəlinsin AT düsturumuz var. Məsələn, son sürətin yerinə 12 qoysuz, V0-ın yerinə 6 qoysaz, üstə gəl A vur, T-nin yerinə də 3 qoysaz, 6 keçər sola, 6 bərabərdir 3A, A-nı neçə alarsınız? 2.
Ondan sonra gətirər bura ya bu düsturuna istəsəz bu düsturuna, ya da ki bu düsturuna istəsəz bu düsturla gedilən yolu ala bilərsiniz. Aydındır? Yəni əsas verilənləri analiz etməniz lazımdır. Sizə nə verilib? Zamanın başlanğıc anında sürəti verilib, yəni başlanğıc sürəti. 3-cü saniyədən söhbət gedirsə, 3-cü saniyədəki sonuncu sürət 12 olur. 4-cü saniyədəki 14-dür. Onu nəzərə almırsınız. Sizdən neçə metr yol getdiyi soruşulur. Yolun bu düsturu da var. S bərabərdir. V üstə gəl V0 bölü 2 vur T. Yəni, ürəyiniz hansından istəyirsə həll edib, onsuz da hər üçünü də həll eləsəz, eyni cavabları inşallah almış olacaqsınız. Yəni, hər üç düsturuna da nə edə bilərsiniz, şagirdlər? Gedə bilərsiniz. Belə. Bu test də aydındır inşallah. Bəli, müəllim. Sonra 164-cü çalışma. Hərəkətdən x30 üzrə hərəkətdən cismin təcrübə prosesi zamanı hansı qrafiki vermişdir? Onun ilk 3 saniyə müddətinin getdiyi yolu metrlə hesablayın. İlk 3 saniyədə. Yəni sən əvvəlcə 1-ci saniyədə getdiyi yolu tap, sonra 3-cü saniyəyə kimi getdiyi yolu tap və belə təyin edə bilərsən ümumilikdə gedilən yol nə qədərdir. Mənim necə birazca da dəqiqləşdirək. Gəlin şagirdlər baxın. İlk 3 saniyə müddətində getdiyi yolu təyin etmək üçün. Bayaq dedim, yol üçün müxtəlif düsturlar var. Məsələn, V0 0-dır, A 2-dir, zamanı 1 götürsən, bu hissədə gedilən yolu taparıq. Durub bu fibron sahəsini tapmağa ehtiyac yoxdur. Çünki burada V verilsəydi, okey, 2 vur 1, gedilən yol 2 olacaqdı. Amma təcildir. Biz təcil zaman üçün sahəni keçməmişik. Siz uşaqlar ən azından bu hissədə gedilən yolu tapmaq üçün, məsələn, S-in düsturu var da, V0T üstə gəl AT kvadratı bölü 2 düsturuna görə. V0-ımız 2-dir. T'miz, baxın, hələ ki bu hissənin getdiyi yolu tapırıq. T'miz 1-dir. Üstə gəlinsin A-mız 2-dir. T'miz 1-dir. Kvadratı elə 1 edəcək. Bölü 2. 2 ilə ixtisar gedəcək. 2 vur 1, 2. Üstə gəlinsin 1, 3. Yəni birincinin getdiyi yol birinci saniyəyə sonuna kimi. Gedilən yol nəyə bərabərdir şagirdlər? 3-ə bərabərdir. Bəs sonra müəllim. İndi uşaqlar, sonra birinci saniyədən 3-cü saniyəyə kimi gedilən yol nə qədərdir? Gəlin onu tapaq. Bu zaman əlbəttə T-ni neçə götürəcəksiniz? 2. Baxın uşaqlar, elə bu düsturuna gedə bilərsiniz. Bu nöqtədə bu cismin aldığı son sürət bu tərəfin nə idi? Başlanğıc sürətidir. Yəni sən son sürətin düsturu var da, V0 üstə gəl AT düsturu. Məsələn, V0-ın yerinə 2 yazsan, A-nın yerinə də A neçədir? 2-dir. T-nin yerinə nə yazarsan? 1. 2 vur 1, 2, üstə gəl 2, 4. Burada bu nöqtədə sonuncu sürət nədir? 4. Bu 4 geri qalan hissənin nə idi? Başlanğıc sürətidir. Yəni sən təkrarən bu hissədəki gedilən yolu tapmaq üçün S2 üçün V0T üstə gəl AT kvadratı bölü 2 yazarsan. İndi şagirdlər, burada başlanğıc sürət, axı buranın son sürəti nədirsə, bu tərəfin də başlanğıc sürəti odur da. 4. T'nin yerinə nə qoyarsınız? Bax, 1-dən 3-ə kimi olan zaman. Yəni 2. Üstə gəl, A-nın yerinə nə qoyacaqsınız? Burada A artıq neçə olub? 4. Vur T'nin yerinə 2 kvadratı 4 böl 2. 4 vur 2, 8. Üstə gəl, bu 2 vur 4. Yenə də 2 ilə ixtisar gedəndən sonra 8, 16 olacaq. Burada gedilən yol 3, burada gedilən yol 16. Bizdən nə soruşurdu? İlk 3 saniyədə gedilən yolu tap. Nə edəcək? Bunları toplanmış olacaq inşallah. Aydındır uşaqlar 164-cü çalışma. Biraz düzdür, çətin çalışma idi, amma məntiqi tutmaq lazım idi ki, birinci hissənin sonuncu sürəti, ikinci hissənin başlanğıc sürətidir. Belə, inşallah indi biz danışaq nədən? Nisbi sürət, orta sürət haqqında bugün inşallah yekunlaşdıracağıq. Evə tapşırıq uşaqlar, xüsusilə də onlaynda gələnlər.
gələn söhbət birinci gündən gedir də, birinci gündən 3-ünü tapşırırdı. Sabah yox, bir gün bizim möhtəşəm sınavımız olacaq. İnşallah bu keçən sınavda olan səhvlər olmayacaq. Çünki özüm birinci işləyəcəm sınavı. Problemləri aradan qaldırıb sonra linki sizinlə paylaşacağım. Və arxasınca da həmin gün axşamı həmin sınavın müzakirəsi olacaq və sınav keçən səfərki kimi çox sadə suallar olmayacaq artıq. Siz o ilk sınav idi, elə belə idi sistemi öyrənmək üçün. İndi inşallah biz nə edəcəyik? İndi isə biz nə edəcəyik uşaqlar? İndi isə biz gələn birinci gün üçün nəyi yazıb gələcəksiniz o tapşırıq deyim. Dövlət İmtahan Mərkəzinin test toplusundan açıq, ətraflı cavab tələb edən suallar da daxil olmalı. Nisbi sürət, orta sürətin çalışmalarını da hamısını. Ta ki çevrəyə kimi işləyəcəksiniz. İnşallah birinci gün artıq biz çevrəyə başlayacaq. Yəni tamamlayırsınız və suallarınızı dərs qruplarımızda verirsiniz. İnşallah testləri daha rahat yazmaq üçün sizinlə sabah gözəl bir paylaşımım olacaq. Başlayaq. Sağ olun müəllim. Sağ olun deyəndə atam hara gedirsən? Orta sürəti izah edirəm. İndi başlayırıq dərsə. Otur dərsdək. Buradasan Ziya? Ziyəddin. Ziyəddin. Estağfurullah. Allah arasıyla Allah'sı var. Hə, sağ ol deyib gitti. İndi uşaqlar, gəlin baxaq. Orta sürət haqqında danışacağam. Orta sürət nə cür təyin olunur? Orta sürəti təyin etmək üçün və orta sürət üçün belə bir ümumi düsturumuz var. Ümumi yolu ümumi zamana bölmək lazım. Əslində orta sürət üçün müxtəlif düsturlar var. Amma bircə dəqiqə uşaqlar. Ben birazdan yazacağım. Şimdi dersteyim. Birazdan yazarım. Dersteyim. Deməli, orta süreç üçün S ümumi böl T ümumi deyə bir düsturumuz var. Gedilən ümumi yolu, bu yolun gedilməsinə sərf olunan ümumi zamanı nə etməmiz lazımdır? Bölməmiz lazımdır. Ümumi yolu nə cür taparıq? Ayrı-ayrı gedilən yolları nə edərik? Toplayarıq. N sayda yol gedilibsə, hamısını bir-bir toplayarıq. Və bölərik nəyə? Ümumi zamana. T1 üstəgəl, T2 üstəgəlsin. Elə cəbri üsullarla bunu normal şəkildə toplayacaq. Çünki onsuz da skalyar kəmi. İstər yol, istər zaman. Düz yer dəyişməyə görə sürət məsələsi var. Orta sürət yer dəyişməyə görə orta sürət tapanda artıq orada yer dəyişməyə diqqət etmək lazımdır ki, nədir, nə deyil. İndi şagirdlər S ümumi bölünsün, T ümumi deyirik və orta sürət S ümumi bölünsün, T ümumidir və orta sürət S ümumi bölünsün, T ümumidir. Siz burada orta sürəti üçün əgər desəz ki, 2 hissədən ibarət yol gedilib, onda S1 üstəgəl S2 bölünsün, T1 üstəgəl T2 yazacaqsınız. 3 hissədən ibarət olsa, üstəgəl S3, üstəgəl T3 və s. bu şəkildə nə edir? Davam edir. Bəzən elə olur ki, məsələnin həllində gedilən yol qeyd olunmur. Onda orta sürəti tapmaq üçün S1-in yerinə nə yazacaqsınız? Siz bilirsiniz ki, S nəyə bərabərdir? VT-yə. Onda S1-in yerinə nə yazacaqsınız? V1, T1. S2-nin yerinə nə yazacaqsınız? V2, T2. Bəzən də şagirdlər T qeyd olunur. Məsəl üçün, indi burada T-ni qeyd edək, T1 üstəgəl T2. Bəzən də məsələnin həllində T qeyd olunur. T-nin də düsturu nəyə bərabərdir? S böl V-yə. Əlbəttə ki, T qeyd olunmasa, onda nə yazacaqsınız? S böl V-ni. Yəni V orta sürət nə yazarsınız? S1 üstəgəlsin S2 bölünsün. T-nin yerinə S1 böl V1, T2-nin yerinə də S2 böl V2 yazarsınız. Bu şəkildə orta sürəti təyin edə bilərsiniz. Əslində orta sürət üçün kitablarda görəcəksiniz müxtəlif düsturlar var. Heç ehtiyac yoxdur o düsturlardan istifadə edəsiniz. Elə S ümumi bölünsün, T ümumi məntiqini başa düşürsəniz ki, gedilən ümumi yolu ümumi zamana bölmək lazımdır. Elə bu düsturla bütün çalışmaları istənilən çalışma tipini rahatlıqla həll etmək olur. İndi çox düsturu hələ ki əzbərlətmək istəmirəm. Orta sürət üçün
Yalnız bu düsturu öyrənsəz kifayət eləyər. Yəni burada S ümumunu nə cür tapdıq? Gedilən yolları topladıq. T ümumunu nə cür tapdıq? Bu yollara sərf olunan zamanları topladıq. İki hissədən ibarət olanda yol bərabər deməyək, müxtəlif yolda olsa, bərabər olanda düstur dəyişə də bilir. Onda S1 + S2 bölünsün T1 + T2 oldu. Burada S haqqında məlumatımız olmadıqda S-i VT kimi açırsınız. T haqqında məlumatınız olmadıqda T-ni S bölü V kimi açırsınız. Yəni bu şeylərə də nə edirsiniz şagirdlər? Orada mütləq şəkildə diqqət edirsiniz. Bu orta sürət. Ümumiyyətlə sürət anlayışında belə şeylər var. Başlanğıc sürət, son sürət, ani sürət, orta sürət, nisbi sürət. Yəni sizdən nəyi soruşduğumu, necə soruşduğumu bilməyiniz lazımdır. Məsələn, çaşdırıcı belə bir sual düşür ki, spidometr nəyi göstərir? Cavab bəzən uşaqlar orta sürəti götürürlər. Olmaz. Spidometr nəyi göstərir? Ani sürət. Hal-hazırda sürətiniz nədirsə, spidometr də onu göstərir. Məsələn, maşın durubsa 0. Maşın 70 ilə gedirsə 70-i göstərir, 140 ilə gedirsə 140-ı. Yəni spidometr ani sürəti göstərir. Həmin zaman anında malik olduğu sürəti göstərir. Məsələn, başlanğıc sürət V0-dır. Hərəkətə başlayan anda sənin malik olduğun sürət. Sonuncu aldığın sürət isə son sürət adlanır. Bu da orta sürətdir. Çünki müxtəlif yolları müxtəlif sürətlə gedə bilər. Biz bir yola çıxanda yeyinləşə, yavaşya və yaxud da bərabər sürətli gedə bilərik. Bu zaman o yolun gedən yol xarakterizasiya üçün orta sürət anlayışını daxil edirlər və bu orta sürət S ümumi bölünsün T ümumi şəklində tapılır. Ümid edirəm orta sürət anlayışı sizin üçün anlaşıqlıdır. İndi isə danışaq nədən? Nisbi sürətdən. Uşaqlar, danışırıq nisbi sürət haqqında sizinlə. Bəs nisbi sürət nə cür təyin olunur? Nisbi sürət. Nisbi sürət nə cür təyin olunur? Nisbi sürəti təyin etmək üçün uşaqlar 4 hal var. Nisbi sürəti təyin etmək üçün 4 hal var. Nədir bu 4 halın birincisi? Birincisi odur ki, məsələn, bir cisim V1 sürəti ilə sağa gedir, başqa bir cisim də V2 sürəti ilə sağa gedir. Yəni bunlar eyni istiqamətlə hərəkət edir. Və yaxud da belə də deyə bilərsiniz, bunlar arasındakı bucaq sıfırdır. Çünki eyni istiqamətdə hərəkət edirsə bucaq sıfır. Bu zaman birincinin ikinciyə nisbətən sürəti nə cür tapılır? V1 çıx V2 ilə. Əgər desələr ikincinin birinciyə nəzərən sürəti, nisbi sürəti, onda V2 çıx V1 ilə tapılmış olacaq. Yəni deyirəm, birincinin ikinciyə deyəndə V1 çıx V2, ikincinin birinciyə deyəndə V2 çıx V1 şəklində tapılacaq. İkinci qeydimiz nədir? Əgər bir cisim deyək ki, sağa gedir V1 sürəti ilə, bir cisim də sola gedir V2 sürəti ilə, o zaman desələr ki, birincinin ikinciyə fərq etməz, ikincinin birinciyə nisbətən sürəti hər ikisi də bir-birinə bərabərdir və toplanılaraq tapılır. Yəni, eyni istiqamətli gedəndə çıxılır, əks istiqamətli gedəndə nə olunur? Toplanılır. Əslində, bu gündəlik həyatınızda çox rastlaşdığınız bir şeydir. Yəni, onlayn deyil də, yəni də dərslərə gəlirsinizsə, marşrutdan istifadə edirsiniz demək olar ki. Məsəl üçün, özünüz mən dedikcə təsəvvür etməyə çalışın. Maşın gedir 100-lə sağa doğru deyək. Və o istiqamətin əksinə gələn 20 ilə bir maşın elə yanınızdan keçir ki, sanki 120 ilə yanınızdan keçir. Bu zaman onun normalda sürəti 20 olsa da qarşı istiqamətdən sizə tərəf gələn maşınların sürətini daha çox görməyinizdə səbəb odur ki, öz sürətinizin üstünə onun sürətində gəlirsiniz. Normalda onun sürəti 20 idi, sizin sürətiniz 100. Və elə düşünürsünüz ki, 120 ilə keçdi. Niyə? Çünki əks istiqamətli olanda biz bu əks istiqamətdə həm də nə deyə bilərik? Biri belə, biri sola gedəndə aradakı bucaq nə olur? 180 dərəcə. 180 dərəcə. Bax, burada nə idi? 0 dərəcə. Burada nədir? 180 dərəcə. Bir-birinin əksinə olduqda gələcək, keçəcək, bunlar bir-birinin əksinə davam edəcək. Yəni 180 dərəcə olanda sürətlər arasında və yaxud da ki, bir-birinin əksinə gedəndə nisbi sürət nə cür tapılır? Toplanılaraq. Amma təsəvvür edin, siz 100-dən gedirsiniz. Biri də yanınızdan gəlib 120 ilə keçir. Elə bilirsiniz ki, o yanınızdan gəlib 20 ilə yavaş-yavaş keçdi. Bu zaman nə edirsiniz? Onun sürətindən öz sürətinizi çıxıb o şəkildə sürətləri yavaşlayırsınız. Yəni, bu məsələ nisbi sürətin tapılması ilə bağlıdır ki, eyni istiqamətlidə çıxılaraq, əks istiqamətlidə isə toplanılaraq tapılır. Toplananların yerini dəyişəndə cəm dəyişmədiyinə görə istər birincinin ikinciyə nəzərən, istər ikincinin birinciyə nəzərən nisbi sürəti uşaqlar bu şəkildə
nə olur? Təyin olunmuş olur. İndi uşaqlar, üçüncü testə baxaq. Məsələn, cisimlərdən biri belə hərəkət edir, biri də belə hərəkət edir. V1 belədir, V2 də belədir. Bunlar arasındakı bucaq alfadır. Bunlar arasındakı bucaq alfa olanda, bunlar arasındakı bucaq alfa olanda, indi nisbi sürət kosinuslar teoreminə görə tapılır. Bir gün inşallah bunun açılışını deyərəm, amma istər birincinin ikinciyə, istər ikincinin birinciyə nəzərin nisbi sürəti üçün kosinuslar düsturunu yazırıq. Nə cürdür bu? V1-in kvadratı, birincinin kvadratı, birincinin sürətinin kvadratı, üstə gəlinsin ikincinin sürətinin kvadratı, çıxılsın 2V1, V2, kosinus alfa yazarıq. Bax, çıxılsın 2V1, V2, kosinus alfa şəklində nə edərik? Yazarıq. Bir də dördüncü hal. Dördüncü hal nədir? Bir cisim, deyək ki, V1 sürəti ilə sağa getdikdə, bir cisim də V2 sürəti ilə yuxarıya doğru hərəkət etdikdə. Yəni, bunlar bir-birinə 90 dərəcəli bucaq altında kəsişdikdə. Siz bilməlisiniz ki, kosinus 90 dərəcədə nəyə bərabərdir? Sıfıra bərabərdir. Sıfıra bərabərsə bu hissəni sıfırlayır, çıx sıfır qalır da. Kosinusun yerinə sıfır qoyanda bu hissə sıfırlanır. Onda V1-in 2-yə və yaxud 2-nin 1-ə nəzərin nisbi sürəti üçün nə qalır? V1-in kvadratı üstə gəlinsin V2-nin kvadratı. Yəni, Pifaqor teoremindən istifadə edirik. Yenə deyirəm, nisbi sürəti təyin etmək üçün birinci ağlınıza gətirməli olduğunuz məqam ondan ibarətdir ki, bunlar hansı istiqamətdə gedir? Eyni istiqamətdə gedir, yoxsa əks istiqamətdə gedir? Alfa bucağı var bunlar arasında və yaxud da ki, 90 dərəcəli bucaq var. Bax, bunu təyin etməyiniz lazımdır ki, eyni istiqamətli gedəndə çıxasınız, əks istiqamətli gedəndə toplayacaqsınız. Müəyyən bir bucaq olanda kosinuslar teoremindən istifadə edəcəksiniz. Bucaq 90 dərəcə olanda isə Pifaqor teoreminə görə V1-in kvadratı üstə gəlsin V2-nin kvadratı şəklində nə edəcəksiniz şagirdlər? Təyin etmiş olacaqsınız. Bu belə. Bu bizim nisbi sürətimiz. Orta sürəti keçdik, nisbi sürəti keçdik. İndi burada sizin qarşınıza çıxacaq bəzi məsələlər haqqında danışmaq istəyirəm. Bu məsələlər haqqında sabah daha yaxşı ətraflı məlumatlar paylaşacağıq. Onları da mütləq izləyin, yenə dediyim kimi. Bugün indi sadəcə olaraq çay ekskavator, bir də çay ekskavator məsələlərinə toplanacaq. İndi qarşımıza çıxdıqca qatar, tunel məsələlərindən danışacaq. Sürətin proyeksiyaya görə tapılması qaydasından danışacaq. Onları da inşallah sizinlə çox da sizi yükləmədən yavaş-yavaş onları da izah etmiş olacaq. Əlbəttə birinci günə kimi. Deməli uşaqlar, yenə 6-cı gün biz sınağı izah etdikdən sonra nisbi və orta sürətin çalışmalarına baxacaq. Az bir çalışmadır. 6-cı gündə o suallara baxacaq inşallah. Birinci günə kimi. İndi uşaqlar, birincisi çay məsələsinə baxaq. Məsələn, durğun bir göl düşünün. Durğun göldə, suda bir qayıq qoysaq, bu qayığın da müəyyən bir sürəti yoxdur, durub belə-belə. Kənardan baxan müşahidəçinə görəcək, qayıq durub suda, bu şəkildə görəcək. Amma şagirdlər, üzrlü sayın uşaqlar. Bəli. Dərsdəyəm. İndi nisbi sürət haqqında danışaq. Uşaqlar, durğun sudur, su durğundur da, qayıq da sudadır və kənardan da durub baxan müşahidəçi qayığı sükunətdə görəcək. Məsəl üçün, bu çaydır deyək ki, çay axır sağa doğru və çayın sürəti bərabərdir 2-dir deyək. Onda kənardan durub baxan müşahidəçi qayığın sürətini neçə görəcək? 2 görəcək. 2 görəcək. İndi niyə? Çünki öz motoru yoxdur da, çay 2 ilə axırsa,
kənardan durub baxan müşahidəçi də bunun sürətini neçə görəcək ilə 2 görəcək. Deyək ki, qayıq 10-dan sağa doğru gedir. Fikir verirsiniz, çay da bunu 2 ilə sağa doğru aparır. Biz nə deyirik? 2 metr böl saniyə. Bu nə deməkdir? Saniyədə 2 metr gedir. Bax 10 metr böl saniyə nə deməkdir? Saniyədə 10 metr gedir. Bax çay bunu 2 ilə sağa aparır. Bir də əlavətən də özünün burada deyək ki, bir mühərriki var. Mühərrik də hərəkət eləyir bunu 1 saniyə ərzində 10 metr sağa doğru aparır. Onda kənardan durub baxan müşahidəçi nə görəcək? Görəcək ki, qayıq sürəti 12-dir. Saniyədə 12 metr gedir. Niyə? Çünki 2 metrin çay aparacaq, 10 metrin də öz mühərrikinin gücünə hərəkət etmiş olacaq. Yəni çayın axın istiqamətində olanda biz nə etdik? Sürətləri topladıq. Kənardan da durub baxan müşahidəçi toplayaraq sürətləri görəcək. Və yaxud da ki, ola bilər ki, qayıq indi çay axır aşağıya doğru, sağa doğru, çayın sürətinin istiqaməti, qayıq da onun əksinə doğru gedir. Onda kənardan durub baxan müşahidəçi nə görəcək? Görəcək ki, qayıq 8 ilə gedir. Niyə? Çünki çay qayığı 2 ilə sağa aparır, qayıq 10-la sola gedir. Yəni saniyədə 2 metr çayını sağa aparanda və özü də saniyədə 10 metr gedəndə yekunda müşahidəçi görəcək ki, saniyədə 8 metr sola gedir. Niyə? Çünki o məsələn durğun su olsaydı, qayığın öz sürəti 10 metr saniyə olduğuna görə 10 metr sola gedərdi, amma çayda axır əks istiqamətdə 12 metr apardığına görə kənardan durub izləyən müşahidəçi burada qayığın sürətini neçə görəcək? 8 metr böl saniyə. Deməli, çay istiqamətində olduqda, yəni söhbət nədən gedir? Qayığın sürətinin istiqaməti ilə çayın sürətinin istiqaməti eyni olanda kənardan durub baxan, görən müşahidəçi ya görə sürət, onda nə cür tapılır? V qayıq üstəgəlsin V çay kimi. Əgər qayığın istiqaməti deyək ki, sağadır, çayın istiqaməti onun əksinədir, soladırsa, ona kənardan durub baxan müşahidəçi və kənar müşahidəçiyə nəzərən hansının sürəti böyükdürsə, ondan onu çıxaraq görür. Yəni, məsəl üçün, burada qayığın sürəti 10 idi, çayın sürəti 2 idi. Onda qayığın sürətindən çayın sürətini çıxıb görür. Məsələn, ola bilər ki, çayın sürəti 12 olsun, qayığın sürəti 10 olsun. Çay daha sürətli olsun. Onda kənardan durub baxan müşahidəçi nə görəcək? 2 metr böl saniyə. Hansı istiqamətdə gedir? Çay axın istiqamətində. Çayın sürəti böyükdür axı. Çay aparacaq. Onunla saniyədə 10 metr sola gedir. Saniyədə 12 metr solunu sağa aparır. Kənardan durub baxan müşahidəçi onu sağa gedən görəcək. Bu zaman məsələn çayın sürəti böyük olduğuna görə V çay çıxılsın V qayığın sürəti kimi yanaşacaqsınız. Yəni böyükdən kiçiyə çıxıb böyüyünün istiqamətini götürəcəksiniz. Əlbəttə ki, müəllim, bəs deməli çayın sürəti sağa doğru 2-dir. Qayığın da sürəti sola doğru 2 olsa, onda nə olacaq? Sağa doğru 2, sola doğru da o da 2 olsa əks istiqamətdə, onda bunlar bir-birindən çıxıb nəyə alacaq? 0-ı. Kənardan durub baxan müşahidəçi elə görəcək ki, qayıq öz yerində durub. Nə sağa hərəkət etmir, nə də ki, sola hərəkət etmir kimi görmüş olacaq. Aydındır uşaqlar? Bu belə. İndi uşaqlar, bu qayıq çay məsələləridir. Elə ekskalator sərnişin məsələləri də eyni şəkildədir. Məsələn, Hiperstore'da görürsünüz də, yəni Bakıya gedəndə də ümumiyyətlə ekskalator bir çox yerdə şəhərimizdə də var, Qubada. Məsələn, Hiperstore'da görürsünüz belə bir ekskalator var, yuxarı və yaxud aşağı düşüb çıxa bilirsiniz uzun. Məsafəni daha sürətlə qət edə bilirsiniz. Məsələn, ekskalatorun sürəti deyək ki 2-dir, yəni 2 metr böl saniyədir. Və bunun üzərində bir dənə müştəri durur və kənardan durub bir müştəri də həmin o müştəriyə baxır. Bu durubsa, ekskalator 2 metr saniyə sürətlə yuxarı qalxırsa, onda kənardan durub baxan müşahidəçi nə görəcək? Elə bu insanın sürəti də, bu müştərinin sürəti də neçədir? 2-dir. Əgər bu adam ekskalatorun üzərində durmuyor, özünün də bir sürəti var və adamın sürəti öz sürəti 3-sə, onda kənardan durub baxan müşahidəçi nə görəcək sürəti? 5 metr böl saniyə. Niyə? Çünki saniyədə 2 metr ekskalator bunu aparır. 3 metr böl saniyə, yəni saniyədə 3 metrdə özü gedir. Yekunda kənardan durub baxan insan görür ki, saniyədə 5 metr bu sağa gedir. Yəni sürəti neçəymiş? 5 metr böl saniyəymiş. Əgər indi düşünün, deməli ekskalator 2 ilə
yuxarı aparır, amma müştəri birdən nəsə geri dönüb nəsə alması lazım gəldi. O ekskalatorun əks istiqamətdə hərəkət etməli oldu. Hə, onda kənardan durub baxan nə görəcək? Görəcək ki, adam birlə saniyədə 1 metr getməklə aşağı düşür. Niyə? Çünki öz sürəti ekskalatorun sürətindən böyükdür. Böyük olduğuna görə o aşağı düşəcək. Yəni belə. Və yaxud da ki, ekskalatorun sürəti 12 olsaydı, onda kənardan durub baxan görəcəkdi ki, 12 ilə ekskalator bunu yuxarı qaldırır, bu üçünü aşağı düşməyə çalışır. Yekun olaraq 9 metr böl saniyə sürətlə bu nə etmiş olacaq? Yuxarı qalxmış olacaq. Çünki ekskalatorun sürəti böyük olduğuna görə bu adam da hara qalxacaq? Yuxarı qalxacaq və dolayısıyla burada ekskalatorun sürəti bu şəkildə və yaxud da daha doğrusu kənardan daha durub baxan müşahidəçiyə nəzərən ekskalator üzərindəki sərnişinin sürəti bu şəkildə olmuş olacaq. Aydındır uşaqlar? Problem yoxdur. Şeylə. Bizim indi onlayn dərsin şagirdləri xüsusilə də Türkan, Nərmin, Aylin, Gülnel qoşula bilməyib bugün. Siz də bu keçdiyim dərslə bağlı qaranlıq qalan məqam var, soruşmaq istədiyiniz? Xeyr, mən. Hə, nəsə test yazanda, problem olanda xahiş edirəm qrupa atın. Bunu nə cür başqa yolla həll edə bilərik? Müəllim, bunu belə həll etdim, çətin getdi, mənə çətin gəldi. Bax, bunun başqa nə cür asan yolu var? Bax, siz 3 nəfər bura gəlib gedir o biri şagirdlər, onlar haqqında danışırıq və s. onları göz kontaktında oluram, tam olaraq nəyi başa düşüb, nəyi başa düşmədiklərini bilirəm. Amma siz 3 nəfər deməli məsafə var, ona görə siz rahatlıqla bütün suallarınızı mütləq həmişə verin. İndi zəhmət olmasa mən burada sual yazacağam. Bizim xeyli vaxtımız var, 1-14 dəqiqəmiz qalıb. Və siz başlayacaqsınız o suallarımı cavablamağa. Zəhmət olmasa o sualları bu nömrəyə də cavablayın. Bu nömrəyə yazın. Deməli, hansı nömrəyə? Deməli, bu nömrəyə cavablayın da o köhnə nömrəmə 777 302 29 91. İndi deyirəm, sürədə onlaynda olan uşaqlar, diqqətli olun belə. Uşaqlar, sürətin müsbət olması nə deməkdir? Sürətin müsbət olması nə deməkdir? Sürət müsbət olduqda biz nə olduğunu deyirik? Əslən Nur düz yazdı. Fatimə düz yazdı. 1975 düz yazdı, düz yazdı. Sürət x-9 istiqamətində gedir demək Ülkər. B sürətli nə deməkdir? B sürətli nə deməkdir? Əzimova. Sürətin müsbət olması o deməkdir ki, indi bilməyənlər üçün cisim x-9 istiqamətində gedir demək. X-9 məsələn sağatsa belə. Sürət mənfidirsə, əlbəttə cisim hansı istiqamətdə gedəcək? X-9-un əksinə. Normalda sürət mənfi olmur və yaxud müsbət mənfi olmaşı yoxdur. Sadəcə olaraq şərti olaraq x-9-un istiqaməti və yaxud da x-9-un əksi nə edirik? Qəbul edirik. Yaxşı şagirdlər, deyin görün mənə. Türkan bunu bilmirdiniz ki, siz niyə yazmadınız? Nərmin, Türkan, Aylin. Yaxşı, deyin görün mənə. X bərabərdir 4 üstəgəlsin 5t kvadratı üstəgəlsin 3t-də. Təcil nəyə bərabərdir burada? Təcili tapın. Təcil nədir? Ləmman Nəsrova düz yazdı. 0975 düz. Fatimə düz. Xədicə düz. Oğur düz. Təcil nədir? T kvadratının qarşısındakı 2 mislidir. Təcil T kvadratının hamı yazdı. Lalə bəlli, əlbəttə hər kəs yazır. Hər kəs yazır. Təcil nədir? T kvadratının qarşısındakı 2 mislidir. Burada T kvadratının qarşısında 5 var. Təcil belə. İndi uşaqlar, bu hərəkət nə cürdür? Bərabər yeyinləşən yoxsa bərabər yavaşayan? Bu hərəkət nə cürdür? Bu tənliyə görə hərəkət nə cürdür? Bərabər yeyinləşən yoxsa yavaşayan? Ay sağ ol, Lalə düz yazdı, Ləman Nəsrə düz. Səhv yazan yoxdur. Yeyinləşən. Niyə? Çünki təcil burada və sürətdə müsbət. Sürət müsbət 3-dür, təcilimiz müsbət 10-dur. Hər ikisi də müsbət olanda nə cür hərəkət olmuş olur? Bərabər yeyinləşən hərəkət olmuş olur. Yaxşı uşaqlar,
Deməli, məsəl üçün, indi deyin görün mənə. Ay, indi deyin görün. Deyin görün mənə. Bu hərəkət x oxu istiqamətində gedir, yoxsa x oxunun əksinə doğru gedir? Nurcan səhv yazdı. Aydan səhv yazdı. Xədicə səhv yazdı. Ləmənizm yazan səhv yazdı. 1975 səhv yazdı. Aha, bir dənə görürsüz. Türkan düz yazdı. Ləman Nəsrə düzəltdi. Zaten əksi olmasa Yusuf istiqaməti olacaqdı. Və %90%imiz 2 dəqiqəyə çaşıb səhv yazdınız. Və bura x sıfırdır. Bu başlanğıc koordinat. V nə cürdür şagirdlər? Müsbət 3. Bu müsbət 3-ü mən mənfi 3 eləmədim ki, x onun əksinə getsin. Nə cürdür uşaqlar burada? Bu x sıfırdır. Başlanğıc koordinatı mənfi elədim. Bu x sıfırdır. Amma sürət nə cürdür müsbət 3? Onda hansı istiqamətdə gedir? X oxu istiqaməti. Zaten orada da T var burada. Yox. Bu nədir başlanğıc koordinat? Başlanğıc koordinatımız -4. Mənfi yazmışdım. Hə, -4. Ona görə burada isə sürətimiz 3-dür. Ona görə hansı istiqamətdə getmiş olacaq? X oxu istiqamətində getmiş olacaq. Bəli. İndi uşaqlar, deyin görün mənə. Deməli, görüş sözü açar sözdür və görüş sözü olduqda nəyi nə götürürük? Neyi bərabər? S-ləri yox. Lalə. Fatimə düz, Günel düz, Rəvanizm düz, Türkan Nəzar düz, Uğur Süleymanov. Məsafə sıfır olur demirik də, görüş sözünü götürəndə əlbəttə ki, onlar bir nöqtədə görüşdüklərinə görə koordinatları bir-birinə bərabər götürürük. Məsələ həllində görüş sözünü görəndə koordinatları bir-birinə bərabər edirik. Uşaqlar, mütləq xətanın yarısı nəyə bərabərdir? Daha doğrusu o bir bölgünün yarısı mütləq xəta idi. Mən sualı düzgün qurmadım. Deməli, uşaqlar, deyin görün mənə. Deyin görün mənə. Deyin görün mənə. Odometr nəyi ölçür? Aha, məsafəni ölçür. Bəs uşaqlar, deyin görün mənə. Kurvimetr nəyi ölçür? Kurvimetr. Ara sıra belə. Aydan düz yazdı. Bax, bunu bilməyən uşaqlar var. Xeyli uşaq yazmadı. Bir dənə göstərim mən bunu. Kurvimetr. Uşaqlar, kurvimetrdən məsafəni ölçür. Kurvimetr belə bir cihazdır. Otaqda var indi. Kurvimetr belə bir cihazdır. Bax, belə bir cihazdır. Bundan var bizim otaqda. Kurvimetr belə bir cihazdır. Bu cihazın o baş hissəsində dircəyi var. Bu kurvimetrin baş hissəsində belə dircəyi var. O xəritə üzərində həmin dircəyi hərəkət etdirirsən, o xəritə üzərində iki məntəqə məsafə arasındakı məsafənin realda qiymətini göstərir sənə. Əlbəttə ki, miqyası nəzərə alınmalıdır. Orada miqyas məsələsi də var. Yəni miqyasa uyğun kurvimetr olmalıdır və yaxud da ki, həmin xəritə həmin kurvimetrin miqyasına uyğun ayarlanması lazımdır. Onda xəritə üzərində kurvimetrlə məsafənin təyin etmək olar. Yəni ruletka, ştangen pərgər, altimetr bilirsiniz ki, dağları hündürlüklərini ölçür, exlot dənizin dərinliklərini ölçür, ştangen pərgər qısa məsafələri ölçür, kurvimetr xəritə üzərində məsafə. Bunlar hamısı məsafəni ölçən cihazdır və sinif dərsliklərində var və sizdən bu soruşula bilər, ona görə də bunlara hazır olun. Uşaqlar, yazın görün mənə, təcil nə zaman ortaya çıxırdı? Aha, sürət artıb azalanda, sürət dəyişəndə, cisim istiqamətini dəyişəndə, bax, salın, baxın, sürət artanda, azalanda, cisim istiqamətini dəyişəndə, bax, bu zaman təcil ortaya çıxırdı. Bax, Türkan, sonra Nərmin, səndən cavab gəlmir. Nərmin, niyə bunları bilmirsən ki, Nərmin? Bəs az test verdiniz axı. Az test verdinizsə mən sevindim ki, nə gözəl az suallar var. Deməli, bunlar yaxşı bilirlər. Nərmin, axı bu sualları cavablamaq lazımdır. Aylin, sən buradasan? Gəlməm, buradayım. Hansıdır nömrə sənin? Axı adını qeyd eləməmişəm. Aylin, neçədir sonun nömrənin?
80, 71, 89. Hə, 71, 89. Bu sənin nömrəni qeyd edirəm. Hə. 71, 89, yəni Aylin cavablayır. Amma Türkan gec cavablayır. Nərmindən isə cavab gəlmir ümumiyyətlə mənə. Olmaz. Sual cavablarda da aktiv iştirak etmək lazımdır. Yaxşı uşaqlar, deyin görün mənə. Deyin görün mənə. Bunu çevirin mənə. Deməli, nə olsun? 10 santimetr böl dəqiqəni metr böl saniyə ilə ifadə edin. 10 santimetr böl dəqiqəni metr böl ifadə edin. Neçə alınacaq? Mən dirə bazı cavabı alınacaq. Çünki fikirləşmədən dedim. Amma alınacaq cavabı deyin mənə. Fərq eləmir. Artıq cavab var. Cavablar var. Düz cavablar var. Aha. Deməli, baxaq, indi cavab verməyənlər üçün izah edeyim. Kifayət qədər düz cavablar var idi. Deməli, biz nə demişdik? Demişdik ki, əmsalla işimiz yoxdur, onu olduğu kimi saxlayırıq. Buradakını buradakına çeviririk, buradakını da buradakına. Santimetri metrə çevirəndə %1, dəqiqəni də saniyəyə çevirəndə 60 yazırdıq. Yəni, belə çıxır ki, onu %1-ə vuranda 0,1 böl 60 olur. Belə saxlaya da bilərsiniz. Və yaxud da gəlin deyək də, onda 1 60-a böləndə tərsinəsinə vururuq. Hardasa 60-da 1-ə vuracaq. 600-də 1 belə bir şey alınacaq. Yəni, bazı cavab ixtisar olmayan bir şey olur. Belə. Aha, bəli, 1 bölünsün 600 şəklində alındı. Belə. Uşaqlar, belə. Gecəniz xeyrə qalsın. Yenə də suallarınız olarsa, dərs qruplarında verməyi unutmayın. Dərslərə hazırlıq gəlin. Öyle. Sabah yox, bir gün ki. Bəli. Sınavın Yok, ben bildiğim ders vardı, ona göre çıkmıştım. Ziya sənsən, Ziya. Ama ben. Bəs Sonra tezden koşulmuşum benim. canın sağ olsun. Oldu uşaqlar, Vallahi. gecəniz xeyrə qalsın. Evden kaçtım abi. Görüşərik. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Müəllim. Sağ olun. Sağ olun. Sağ ol müəllim. Sağ olun.